9 nəfərlik işçi heyətinin hər birində bərabər sayda işçi olmaqla neçə fərqli üsulla 3 qrupa bölmək olar? Məsələn, hərflərlə yazılır. Adamların baş hərfləri tutaq ki, işçilərdir. A, B, C, D, Y, F, M, N, bu da olsun N. 9 dənədir, düzdür? 3 qrupa bölürük. 3 qrupa və bərabər sayda deyir. Qrupa bölürük. Tutaq ki, bu birinci qrup. Bu ikinci qrup. Bu da üçüncü qrup. Düzdür? Birinci, bu 9 faktorial hamısının öz arasında yer dəyişməsi var. İndi bölürük bunu nəyə? Biraz əvvəl təkrarladığımız. Bu 3 dənə qrupun öz arasında yer dəyişməsi var. 3 faktorial. Birinci bu qrup olar, sonra bu qrup olar, sonra təzələnən MNL qrupu olar, nə bilim DF olar, ABC olar. Sonra keçirik. Bu qrupun öz arasında yer dəyişməsi təkrarlana bilər də olar. O təkrarlananları silirik. Biraz əvvəl riyaziyyat sözünün hərflərin yerini dəyişmə ilə neçə dənə fərqli söz alınır dedi ya. Onun kimi o təkrarlananları silirik. ABC bu 3 dənə adamın öz arasında yer dəyişməsi 3 faktorialdır. Bu 3 adamın öz arasında yer dəyişməsi var. Bir də bu 3 adamın öz arasında yer dəyişməsi var. Məsələn, bunu bölürük, alınan cavabdır. Tapaq. Neçə eləyib? 280. Daha hesablamırıq da tapmısınız, laf yaxşı. 280.